Salam, hər vaxtınız xeyir olsun. Dedim 20 sınaq 1-ci qruplar üçün olan ümumi sınaq 17-ci zahına baxaq. Deməli, 1 nömrəli tapşırıqdır uşaqlar. Düz xəttə hərəkət edən cismin sürətinin proyeksiyasının zamanına asılı qrafika verilib. 10 saniyə müddətdə cismin getdiyi ümumi yol 120 metr olarsa, onun təcilinin modulunun ən böyük qiymətini hesablayın. Aha. Bir ki, sürət zaman qrafikindən yol fiqurun sayısına bərabərdir və baxın, buradakı sürəti tapmaq üçün bura bir Vx deyək. Deməli, fiqurumuzun sayısı belə olacaq. Vx vurulsun, oturacaq 10, bölünsün 2, bərabərdir 120. Deməli, buradan 120 ilə 12 sıfırlar getsə, Vx bərabər olacaq 24-ə. Deməli, Vx-in qiyməti uşaqlar 24-dür və bizə deyir ki, təcilin ən böyük qiyməti, təbii ki, təcilin böyük qiyməti olması üçün A-nın düsturu V çıxılsın V0 bölünsün T-dir. Deməli, sürət dəyişməsi nə qədər böyük olarsa və ya zaman fasiləsi nə qədər kiçik olursa, təcilin qiyməti bir o qədər böyük olar. Deməli, baxın, ona görə sürət dəyişmələrinə fikir verin. İkisinə də 24-dür, sadəcə zaman kiçik olan buradadır. 24 bölünsün 4-dən olacaq 6 D variantı. 2. Bir cins elektrik sayəsində hansı zərrəcik potensialı böyük olan nöqtədən kiçik olan nöqtəyə getdikdə kinetik enerjisi artar. Kinetik enerjinin artması üçün hərəkət Y enerjisi olmalıdır. Və bizə deyir ki, potensialı böyük olan nöqtədən kiçik olan nöqtəyə getdikdə, yəni sahə istiqamətində hərəkət etdikdə, sahə istiqamətində hərəkət etdikdə müsbət yükə təsir edən qüvvə sahə istiqamətində və biz də yükü həmin istiqamətdə hərəkət etdirəndə hərəkət olacaq Y enerjisi. Ona görə müsbətləri götürmək lazımdır. Mənfi yükə təsir edən qüvvə isə sahənin əksinə olur. Ona görə əgər bu da sahə istiqamətdə hərəkət etmiş olsa, hərəkət yavaş olacaq. Mənfiləri yox, müsbətləri götürürük. Deməli, müsbətlərimizdən alfa zərrəcik var, bir də var pozitron 4 və 5 olacaq Y variantı. 3-də kütlələri 200 və 300 qram olan cisimlər tərpənməz blokdan asılmışdır. Sərbəst buraxıldıqdan nə qədər müddət sonra ikinci cisim yerə nəzərən 3 metr İkinci cisimin yerə nəzərən sürəti 3 metr bölü saniyə olar. Birincisi gəlin təcil tapaq. A bərabərdir. M1 çıx M2 bölünsün. M1 üstə gəlinsin. M2 vurulsun J-yə. 300-dən 200 çıxsaq olacaq 100. 300-dən 200 toplasaq olacaq 500. Sıfırlarımız getdi. Vurulsun J, yəni 10-a. Qalacaq 2 metr bölü saniyə kvadratı. 2 metr bölü saniyə kvadratı. Bu oldu bizim təcilimiz və bizə deyir ki, sürət nə vaxt 3 metr bölü saniyə olur və sərbəst buraxılıb. Ona görə də V bərabər. V0 üstə gəl AT-dən. V0 getdi 0-a. V-nin yerinə 3. AT-nin də yerinə 2T yazsaq, T də olacaq 1,5, yəni A variantı. 4-də O nöqtəsindən keçən ox ətrafına fırlana bilən bir cins çubuğu 40 Newton qüvvə tarazlıqda saxlayır. Çubuğun kütləsini hesablayın. Deməli, çubuğun emcəsini çəkməyə lazımdır. 2, 4, 5. 5 olduğuna görə yarısından çəkirik və 2,5 solda, 2,5 da sağda qalmış olacaq. Bura 2,5, burada 2,5. F-in qolu gördüyümüz kimi 5-dir. Emcənin isə qolu qüvvədən dayağa qədər, o da 2,5-dir. Deməli, belə olacaq. F vurulsun 5 bərabərdir. Çubuğun kütləsi vur J vurulsun 2,5. İndi F-in qiyməti 40 idi. 40 vurulsun 5 olacaq 200. MC, M deməli, bilmirik, J 10-dur, onu da vursaq 2,5 olacaq 25. Deməli, 25 ilə 200 ixtisar gedir. Deməli, 200-ü 25-ə bölsək, 5-ə getsin 5, burada qalsın 5-ə. Deməli, olacaq 40, 40-ı da 5-ə bölsək 8. Deməli, kütləmiz olacaq 8 kiloqram Y variantı, B variantı. 5-də müəyyən hündürlükdən əvvəlcə bir cismi sərbəst düşür. 2 saniyə sonra isə həmin hündürlükdən 2 cismini 30 metr saniyə sürətlə şaqül aşağı atırlar. Cisimlər eyni anda yerə çatırlarsa, onların düşdükləri hündürlüyü hesablayın. Eyni anda eyni hündürlüyə düşürlər. Gəlin tənimiz yazaq. Y1 bərabərdir. Y2 düşmə müddətləri. Baxaq, bir saniyə eyni anda yerə çatırlar. Eyni anda yerə çatırlarsa, onların düşdükləri hündürlükləri hesablayın. Eyni anda yerə çatırlar. Deməli, uşaqlar. Y1 üçün tənliyimizi yazsaq, baxılan anda ikisinə də eyni vaxtda baxsaq, hansı ki 2 saniyədən sonra. Y1 üçün tənliyimiz belə olacaq. Deməli, onun getdiyi məsafə sərbəst düşmə zamanında 2 saniyə sonra, yəni 2 saniyə hərəkət qət etdiyinə görə Y bərabərdir, Y bərabərdir. Atılma hündürlüyü, yəni hansı ki artıq atıldığı məsafədən, baxın bu Y0-dan 2 saniyə sonra keçibsə, birincidə 5, ikincidə 15 getdiyinə görə 20-də başlayır hərəkətə. 20-də, digərsə 0-da başlayır. Yəni Y0-ı elə Y0-da yazaq, digəri isə artıq Y0 çıx 20-də başlayıb. Y0 çıxılsın 20.
Daha sonra üstə gəlinsin V0T üstə gəlinsin JT kvadrat bölü 2. Aha. Və ya lap çıx yazaq bunlara. V0 çıxılsın, bu da olsun çıxılsın. Y2-ni yazsaq amma Y0 çıxılsın. Deməli 30T, hansı ki başlanğıc 30T çıxılsın yenə də JT kvadrat bölü 2. Aha. Bunların yerə dəyən anda Y-ləri bir-birinə bərabərdir. Tənlikləri bir-birinə bərabərləsə Y0'lar buradan gedəcək. Daha sonra bu V0'ın yerinə biz yazacaq 20. Çünki 2 saniyədən sonra V bərabər JT-dir. JT-də 2 vur 10-dan olacaq 20. Belə yazaq. Burada 20 yazmaq lazımdır. Mənfi 20. Deməli, çıxılsın 20T. Daha sonra JT kvadrat bölüklərdə gedir. Çünki eyni qiymətlərdir. Bərabərdir mənfi 30T-yə. Aha. Buradan T-ləri bir yerə keçirdik. Mənfi 20 bərabərdir mənfi 30 üstə gəl. Mənfi 30 T üstə gəl 20T. Alarıq ki, mənfi 20 bərabərdir mənfi 10T-yə. T-ni də tapmış olaraq 2 saniyə. Deməli, bu 2 saniyə ərzində yerə düşüblər. 2 saniyə ərzində yerə düşüblər. Hansı andan? Artıq ikinci çim atılanandan sonra 2 saniyə ərzində yerə düşüblər. Deməli, 2 saniyə bir keçmişdi. 2 saniyəndə biz tapdıq. Ümumi düşmə müddət olacaq 4 saniyə. Sizdən soruşur ki, düşdüyü hündürlüyü tapın. H bərabər JT kvadrat bölü 2-dən. H bərabər JT kvadrat bölü 2-dən. 10 vurulsun 16 bölü 2. Olacaq deməli 80 metr. Deməli D variantı. Daha sonra uşaqlar 2 şaqili paralel lövhə arasında yerləşən 2 kiloqram kütlə cisimə hər biri lövhə 20 Newton reaksiya qüvvəsi ilə təsir edir. Cisimlə lövhə arasındakı sürtünmə əmsalı 0.3 olsa cisim hansı təcillə aşağı düşər? Aha. Demək ki, paralel lövhə arasında cisim qoyulub, hər bir tərəfindən göstərilən dayağan reaksiya qüvvəsi 20 Newtondur. 20 buradan, 20 də buradan. Cisim MJ-nin təsirindən aşağı düşür. Sürtünmələrin hər ikisi də olacaq yuxarıya doğru. F sürtünmələr olacaq yuxarıya doğru. MA bərabərdir. MJ çıx 2 dənə F sürtünmə. Aha. Deməli, MJ-miz görək nə qədər eləyir? 20 çıxılsın, 2 F sürtünmə, 2 vurulsun mü N. Mü'nün yerinə 0.3, N'in də yerinə vurulsun 20. Aha, 20-dən çıxırıq bu ifadəni. Bunlar geçsin 6, 12, 20-dən də 12 çıxsaq qalacaq 8 Newton. Amma bizə lazımdır A, M'in yerinə 2A bərabər 8-ə, A da bərabər olacaq 4 metr böl saniyə kvadratı, Y variantı. 7-də X oxu istiqamətində hərəkət edən cismin təcilin proyeksiyasının zamanla asılı qrafiki verilmişdir. Hansısa da cismin kinetik enerjisi azalmışdır. X oxu istiqamətində hərəkət edirsə, deməli sürət müsbətdir. Təcil müsbət olduğu bütün hallarda hərəkət oldu. Yeyinləşən kinetik enerji artdı. Ona görə 0T1, T1, T2 aralığını çıxırıq. Bunlar getdi. Qaldı digərləri. T2, T3 ümumiyyətlə təcil olmadığına görə sürət konstantdır. Sürət konstant olduğuna görə də kinetik enerji də konstant olmuş olacaq, dəyişməz. Ona görə T2, T3 aralığında çıxırıq. T2, T3. Aha, B də getdi. Yalnız qaldı C. Gəlin baxaq. Deməli, sürət müsbət idi və T2, T3 hissəsində bərabər sürətdən hərəkət edirdi. Yəni, müəyyən bir sürəti vardı və müsbət idi. Təcil isə T3, T4-də keçəndə oldu mənfi. Deməli, hərəkət yavaşlandı. Kinetik enerji həmin aralıqda azalmış olacaq. C variantı. 8. Harmonik rəqs edən cismin sürəti bu qanunla dəyişir. Cismin təcilin zamanda asılığı təcil 1-2 sürətin bir qat törəməsinə bərabərdir zamana görə. Gəlin tapaq. Törəmə taparkən deməli, omega kopyalanacaq qabağa. 2 vur 0.4. Sinus da bizə verir müsbət kosinus fini, yəni müsbət kosinus 2T. 2T olacaq 0.8 vur kosinus 2T. B variantı. Daha sonra 9. Sindrik qab bir-biri ilə qarışmayan bərabər kütləli su və yağ ilə tam doldurulub. Qabın dibindəki hidrostatik təzyiq 12 kilopaskal olarsa qabın hündürlüyünün hesabını bərabər kütləlidir. Kütlədən istifadə edib bunların hündürlüklərini tapaq. Ayrı-ayrılıqda görək hündürlüklər necə olub. Deməli, uşaqlar, kütlələri bərabərdirsə M1 bərabər M2, Rho1 vurulsun S1 H1 Rho V-dən, V-nin yerinə SH, Rho2 S2 H2 yazaq. Buradan S onsuz da sindrik qabın sahəsində oynayıb tapmaq lazım ki, Rho ilə H necədir? Təbii ki, bilirik, Rho H tərs asılı olacaq. Buradan yazaq Rho su vurulsun H su bərabərdir. Rho yağ vurulsun H yağ. Aha. Hündürlüksü uşaqlar, bu hər iki su və yağın hündürlükləri cəminə bərabər olacaq. Çünki tam doldurulub. Deməli, uşaqlar, H su, bir də H yağı tapmaq üçün rolardan istifadə etmək lazımdır. Yazaq, Rho su böl Rho yağ bərabərdir. H yağ
bölünsün H su. H yağ böl H su. Birinə deməli belə eləyək də. H sunu H-la əvəz edək. Görək H yağ neçə H olacaq. Aha. Deməli rosunun yerinə 1000, yağın yerinə 600 yazaq. 1000 bölünsün 600 bərabərdir. H yağ bölünsün H sunun yerinə H yazıram sadəcə üçün. 6'lar getdi, 0'lar getdi. 2 ixtisar aparsaq 3, 2 ixtisar aparsaq qalacaq deməli 5. 3'ü də 5'ə bölsək 1, burada olacaq necə? 0,6. Deməli belə bir nəticə aldıq ki, H yağ bərabərdir H böl 0,6. H yağ bərabərdir H bölünsün 0,6-ya. İndi uşaqlar hesablayaq. Deməli, təzyiq deyir ki 12 kilopaskaldır. Yəni P1 üstəgəl P2 su üstəgəl yağ bərabər olub 12 vur 10 üstü 3'ə. 12 vur 10 üstü 3'ə. Aha. İndi rho sunun yerinə rho JH. Yəni rho JH bunlar sular üstə gəlsin rho yağ JH yağ bərabərdir. Suyun yerinə 1000 10 üstü 3 J 10'dur. H suya H demişdik. Üstə gəlinsin rho yağ oldu 600. Vurulsun J, vurulsun. H yağın da yerinə dediyini yazırıq. H böl 0,6. Deməli buradan 0,6 ilə 600 ixtisar aparsaq yuxarıda qalacaq 1000 vurun 10 üstü 4. Burada da 10 üstü 4 var idi. Deməli oldu 2 dənə 10 üstü 4 H. Bərabərdir. Baxın 10 üstü 4. Burada da 10 üstü 4 əmələ gəldi. 2 vur 10 üstü 4 H bərabərdir 12 vur 10 üstü 3'ə. Deməli buradan 10 üstü 3 ilə 10 üstü 4 ixtisar getsə qalacaq 20 H bərabər 12'yə. H da bərabər olacaq 12 bölü 20'dən 0,6 metr. Qabın hündürlüyünü tapmaq üçün su ilə yağın hündürlüklərini cəmləmək lazımdır. Biz suyu aldıq 0,6. Yağ olacaq amma uşaqlar H yağ bərabər idi. Bu H su bölünsün 0,6'ya. Yəni 0,6 böl 0,6 bu da oldu 1. Deməli H yağın hündürlüyü oldu 1 metr. H su oldu 0,6. Cəmləsi olacaq 1,6 metr. C variantı. 20'də verilmiş kütlə bir atomu ideal qazın halının dəyişməsi VT diaqramında təsvir edilmişdir. Bu prosesdə qazın daxili enerjisinin dəyişməsinin gördüyü işə nisbətini. Qazın deməli bu hansı prosesdir? Birincisi ona baxaq uşaqlar. VT diaqramında verilib. Deməli burada xətti asılıq görürük. V0 T0 bir də var 2V0 2T0. Çünki xətti düzüm tənsib asıdırlar. Və bu prosesdə bu olacaq izobar proses. Çünki həcmlə temperatur verilmiş kütlə ideal qaz üçün V-nin T-dən asılığı düzüm tənsib asısı idi. Təzyiq sabitdir. Təzyiq sabit olduğuna görə də izobar prosesdir. Izobar prosesdə delta U bərabər idi 0,6 Q-yə. H-sə bərabər idi 0,4 Q-yə. Və burada sizdən soruşur ki, daxili enerjinin dəyişməsinin gördüyü işə nisbət. Bunların nisbətini tapsaq 6-nı 4'ə bölsək düşəcək 1,5 Y variantı. 11'də hermetik bağlı qablarda olan su buxarının izoxor soyulması zamanı halının dəyişməsi qrafiki verilmişdir. Grafikin A, B, B hissələri üçün Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. P buxarın təzyiqi T mütləq temperaturudur. Deməli, şurası yazıb ki, birinci buxarın sıxlığı azar. Bu qrafiki sıxlıq eləyəndə A, B hissəsini sabit edirsiniz. A, B. Aha, deyir buxarın sıxlığı azalır. B hissəsində buxarın sıxlığı azalır. Yəni gördüyümüz kimi azalır. Kütləsi azalır. Doymayan buxarın kütləsi azalmırdı. A, B hissəsi doymayandır. İdeal qaz qanları tabidir. Kütləsi orada dəyişmir, amma B hissəsində isə azalır. Deməli B hissəsi də azalır. 2 gəldi bura. Molekulaların orada kinetik enerjisi azalır. Bütün halda temperatur azaldığına görə kinetik enerji də azalacaq. Gelius qanunu tabidir. Doymayan buxar ideal qaz qanları tabi olduğuna görə Gelius qanunu tabidir. AB hissəsi 4 bura. Buxarın konsentrasiyası dəyişmir. Elə bunu konsentrasiyasında da AB sabit olduğundan dəyişmir. 4, 5, 1, 2, 3 C variantı. 12. Gücü 40 kW olan daxiliyama mərki 1 saatdə 16 kiloqram benzin işlədir. Müəyyən faydalı şəmsalını hesablayın. Eta bərabərdir. Deməli, P faydalı vurulsun T bölünsün. Faydalı şəmsalını hesablayın. Q vur. M vurulsun 100%. Elə bunu da hesablamaq lazımdır. Bərabərdir. Deməli, P faydalı vur T. 40 vurulsun 10 üstü 3. Vurulsun 1 saat 3600 bölünsün. QM. Yəni 45 vurulsun 10 üstü mega 6 deməkdir. Kütlədəki 16 idi. Yuxarıda bir dənə də vur 100 var. Vurulsun 100. İndi ixtisarlarımızı aparaq. Deməli yuxarıda 10 üstü 3 dənə 0 burada.
Bir dənə burada oldu 4 dənə. 2 dənə burada oldu 6 dənə. Bu 6 sıfırla aşağıdakı 6 sıfır getsin. 45 ilə 36-nı ixtisar aparaq 9-a. Burada qalsın 5, burada qalsın 4. Deməli, burada 4-ü 4-ə vursaq olacaq 16. Bu 16'lar da getsin, qalsın 100 böl 5. 100-ü də 5-ə bölsək olacaq 20. C variantı. 13-də hansı ifadə doğrudur? Riyaziyyatdan keçən cəryan şiddətinin gərginlikdən asılı qrafiki verilib. Qrafikin AB hissəsində müqavimət dəyişmir. AB hissəsində IU-dan düz mütənsib asılı olduğuna görə dəyişməz. A doğrudur. 14 hansı ifadələr doğrudur? Sxemi verilmiş dövrədə mənbənin qütublərinin yerini dəyişdikdə. Birinci hala baxaq, sonra qütublərin yerini dəyişir. Müsbətdən çıxdı cəryan, gəldi hər iki rezistordan keçdi, getdi. Digər yuxarıya da baxaq. Bəli, diod düzünə birləşib oradan da keçib gedir. Deməli, bura 2R. Yuxarıda 2R, tam müqavimət, R tam. İkisi də parlaya birləşib və eyni olduqlarına görə saya bölürük. R-dir. İndi qütublərin yerini dəyişək. Qütublərin yerini dəyişəndə müsbət bura, mənfi bura olacaq. Yenə bu ikisi işlədi, amma yuxarıdakı diod artıq tərsinə birləşmiş sayılır. Yuxarı işləmir. Ancaq aşağı işlədi, oldu 2R. Deməli, artıq tam olacaq 2R. Yazıb ampermetrin göstərişi azalır, artır, dəyişmir. Ohm qanuna görə I bölünsün, I bərabərdir U bölü R-dir. Müqavimət R idi, oldu 2R. Deməli, müqavimət artdığına görə bu azalır. 1 götürdü, 2, 3 səhvdir. İmum müqavimət dəyişmir, müqavimət idi, artır, 6. 1 və 6, C variantı. 15. Naqillərin hər birinin O nöqtəsini yaratdığı maqnit induksiyasının maqnit induksiya vektorunun modulu B-dir. Həmin nöqtədə yekun maqnit induksiya vektorunun modulunu hesablayın. Deməli, baxaq şur, hər birindən I cəryanı axır. Hər birindən məsafə 3, 3 və 3-dür. Deməli, İ'lər və məsafələr eyni olduğuna görə yaratdıqları maqnit induksiya vektorlarının modulları da bir-birinə bərabər olmuş olacaq. İndi istiqamətdə bax. Deməli, nöqtə olduğu da fırlanırdı saat əqrəbin əksin. Deməli, burada induksiya vektorunun istiqaməti oldu aşağı. Digəri fırlanırdı saat əqrəbi istiqamətində və yenə burada olacaq saat əqrəbi istiqaməti fırlandığı üçün aşağı. Yenə B. Digəri də saat əqrəbi istiqaməti fırlanırdı olacaq sağa doğru. Yenə də B. İkisi aşağıdır, 2B. Biri isə sağadır. Pifagordan, yəni 2 dənə perpendikulyardan tapmaq lazımdır. 2B aşağı, 1B də sağa. Pifagorlasaq olacaq 4B kvadrat üstə gəl B kvadrat, olacaq 5B kvadrat. Yəni kök altda 5B. B variantı. 16. Aktiv müqavimətləri nəzərə alınmayan sarğaclar və eyni müqavimətli lampalar sxemdəki kimi sabit cəryan mənbəyinə qoşulmuşdur. Sarğaclarda maqnit sayəsinin enerjiləri və maqnit hissələri arasında hansı münasibət doğrudur? Paralel qoşullar deyə hər birinin düşən gərginlik U-dur. Və bizə deyir ki, aktiv müqavimətlər nəzərə alınmayan sarğaclar, yəni onların R-ləri nəzərə alınmır. Yalnız lampalara baxaq, eyni müqavimətli lampalar yazıb. Bu R-dirsə, bunların da hər biri R, bizə verəcək nəyi? 2R. Burada oldu 2R. İndi İ'ləri tapsaq, əgər baxın, buradan keçən cəryan İ'dirsə, aşağı qoldan keçən cəryan İ'dirsə, yuxarıdan 2 keçəcək. Çünki I bərabər U bölü R-dir. R-dən tərs mütənsib asılıdır. R daha çox olan yerdə az olan yerdə daha çox olur. İndi bizə deyir ki, maqnit selləri və maqnit sayəsinin enerjiləri arasında münasibət. Finin düsturu maqnit selinin eli idi. İ'nin də yerinə U bölü R yazırıq. Yəni o da R-dən tərs mütənasib asılı olmuş olacaq. L1 üçün olacaq, deməli, fi vurulsun, fi1 bərabərdir. L vurulsun I1, yəni 2. L2 üçün də eyni şeydir. Fi2 də bərabərdir. L vurulsun 2. Deməli, fi1, fi2 bərabərdir. İndi fi3-ə baxaq. Fi3 üçün də uşaqlar L verib 2L, İ'ndə biz I demişik. 2L vur I. Deməli, hər biri 2L oldu. Ona görə də 3 də bir-birinə bərabər. İndi keçək enerji. Enerjinin düsturu isə W bərabərdir. L kvadrat bölü 2-dir. Və ya hər birinin fi'si eyni olduğuna görə sadəlik üçün enerjini fi kvadrat böl 2L-dən, yəni L-lə tərs mütənasib asılı gedə bilərik. Yuxarıdakıların L-ləri eyni olduğuna görə bərabər, aşağıdakının isə L-ləri ondan böyük olduğuna görə maqnit sayəsinin enerjisi onlardan 2 dəfə az olacaq. Ona görə ki, L-lə tərs asılı L 2L olduğuna görə 2 dəfə az. Deməli, W1 bərabər W2-yə və W3 bunlardan 2 dəfə azdır. Bərabərdir W3 bölünsün 2. Üzr istəyirəm. 2 dəfə azdır deyə bunu 2-yə vurmaq lazımdır ki, bərabərlik qorunsun. 2 vurulsun W3. Baxaq görək harda var. A-da 1-də var. 1-də biz demişdik, fi'lər bərabərdir, 5-də var. 1 və 5 olacaq, deməli Y variantı.
17. Rəqs konturunda sarğazdakı maqnit zamanında asılı qrafiki verilmişdir. Maqnit selinin. K nöqtəsində hansı fizik qiymətlərin qiyməti 0-a bərabərdir. K nöqtəsində maqnit selinin qiyməti maksimal olduğuna görə kondensator, yəni elektriki xarakterizə edən fiziki kəmiyyətlərin, hansı ki dəyişə bilən kəmiyyətlərin qiyməti 0 olar. Tutum 0 olmaz. Sarğacın nöqtəvliyi 0 olmaz. Bunları qeyd edirəm sadəcə. K nöqtəsində deməli kondensatora aid nə var? Enerji. Kondensatorun enerjisi 0 ola bilər. Sonra uşaqlar 18. Dəyişən cərəyan dövrəsində elementlərin müqamətləri uyğun olaraq XL 50, XC 10, R 30-dur. Dövrdə rezonans baş verir. Xeyr, rezonans olması üçün 50 XC bir-birinə bərabər olmalıdır. XL və XC bərabər deyirlər. Ampermetrin göstəricisi 0-a bərabərdir. Səbəb yoxdur. Dövrənin ümumi müqaməti 50. İndi ümumi müqamət tapaq uşaqlar. Ümumi müqamət tapanda nə edirdik? Z-i tapmaq lazımdır. Z yəni tam müqamətdir və tam müqamət tapılarkən kök altında R kvadrat üstə gəl XL çıxılsın XC-nin mötərizə kvadratı yazırdıq. Bərabərdir. R-in kvadratı, yəni 900. Üstə gəlinsin XL çıx XC. 50 çıxılsın 10. Eləcəyincə 40, 1600. Kvadratda oldu 1600. Bu olur 2500. 2500-dən neçə çıxır? 50. Deməli, C variantı doğrudur. 19-da toplayıcı linzada cismin möfhümü xəyal alınmışdır. Cisim məsafəsi azalsa. Deməli, uşaqlar, birincisi toplayıcı linzada nə vaxt möfhümü xəyal alınır? D, F-dən kiçik olanda. Əgər cisim məsafəsi azalsa, D yenə də F-dən kiçik olmuş olacaq, yəni böyük olmur da. Onsuz da kiçikdir, azaldanda yenə də kiçik olur. Deməli, yenə yazıb optik qüvvəsi azalar. Optik qüvvə ilə fokus məsafəsi kiçik D-dən, F-dən asılılıqları yoxdur. Optik qüvvəsi azalar olmaz. Daha sonra fokus məsafəsi artır, o da olmaz. 1 və 2-lər getdi. Qaldı 3, 4 və 3, 5. Xəyal möfhümü olar. Bəli, yenə də F-dən kiçik olduğuna görə xəyal möfhümüdür. 5-i götürdük. Aha. Bu da getdi. Qaldı 3 və 5. 3-ə baxaq, xəyalın ölçüsü kiçilər. D F-dən kiçik idi onsuz da. Yazmışdı, möfhümü xəyal alınır. D-ni biraz da kiçiltsək, məsələn, D tutaq ki, F böl 2 idi. Oldu F bölünsün 5. Görək fokus məsafəsi, yəni xəyal məsafəsi necə dəyişəcək? Deməli, uşaqlar, nazik linzada, toplayıcı linzada möfhümü xəyal alınanda düstur belə idi. 1 böl F bərabərdir 1 böl D. Çıxılsın modulda 1 böl F. Buradan F nəyə bərabər idi? 1 böl F bərabər idi. 1 böl D üstə gəlinsin 1 böl deməli 1 böl F bərabərdir 1 böl D çıxılsın 1 böl böyük F. Buradan da F-i tapanda belə yazırdıq da F vurulsun D bölünsün F çıxılsın D-yə. İndi baxaq uşaqlar, F vur D. F vur D bizə nəyə verir? F vurulsun D bizə birinci halda F böl 2 qoymuşduq. 0,5 düzdürmü? 0,5 F kvadratı bölünsün. Deməli 0,5 F-dən çıxanda 0,5 qalır 0,5. Birinci halda belə oldu. 0,5 F böl 0,5 1 F. Aha, indi ikinci hala baxaq. Hansı ki 0,2 qoymuşuq yerinə. İndi burada 0,2 qoysaq olacaq 0,2 F kvadrat bölünsün 0,8 F kvadratı. Aha, buradan ixtisar getdi. Burada qaldı 1, burada qaldı 4. Oldu 0,125 F. Deməli, nə baş verdi? Xəyal əvvəlcə 1 F-də alınırdı, indi 0,125 F-də alındı. Deməli, xəyalın ölçüsü kiçildi. 3 və 5. Müxtəlif mənbələrdən gələn işıq şüalarının yollar fərqi delta D-nin, fazlar fərqi delta F-nin verilmiş hansı qiymətlərdə bu nöqtədə toplanan dalğanın interferensiyasının minimum şərti ödənilər? Aha, minimum şərti ödənilməsi üçün yollar fərqi kəsirli qiymətlər olmalıdır. Kəsir delta D. Delta F isə tək ədədlər olmalıdır, tək. Minimum dediyinə görə gəlin baxaq. Delta D-yə kəsir 1. Daha sonra delta D-yə kəsir var, yoxdur. F-yə də tək ədədləri götürürük uşaqlar. Görək təklərimizdə nə var? 5 var. 1 və 5. B variantı. 21. Verilmiş katod üçün fotocəryanın volt-amper xarakteristikaları verilmişdir. 1 və 2 qrafiklərinə uyğun katoddan qopan fotoelektronların maksimal sürətləri və çıxış işləri arasında hansı münasibət doğrudur? Maksimal sürəti tapmaq üçün YU bərabərdir MV kvadrat böl 2-dən V görür ki U ilə kök altı düz mütənsib asıdır. U2 1,44-dür, U1 isə
U-dur. Yəni 1 digərindən 1,44 dəfə böyükdür, amma sürət isə 1,44-ün kök 6 dəfə, yəni 1,2 dəfə böyük olacaq. Təbii ki, hansı böyük olar? İkinci. İkinci bərabərdir 1,2 v 1-ə. Aha. İndi çıxış işinə baxaq. Çıxış işləri üçün uşaqlar verilmiş katod, yəni bir dənə metal olduğuna görə o dəyişməz, sabit olaraq qalır. A1 də bərabər A2. Deməli, D variantı. 22. Neytron üçün hansı ifadələr doğrudur? Nüvə sahəsində elektron və pozitonlar çevrilə bilər. Mənfi elektrik yükünə malikdir. Elementar zərrəcik modelinə görə 3 kvarkdan təşkil olub. Bəli, 3 kvarkdan təşkil olub. Bir yuxarı, 2 dənə də aşağı. U kvarkı deməli müsbət 3-2, 7. D kvarklar isə mənfi 3-1 Y-yə bərabərdir. Mənfi 3-1, mənfi 3-1 Y. Bunlar da cəmliyində bizə verir 0. 3. Maqnit səsində meyl edir. Xeyr, yükü olmadığına görə meyl etmir. Zəncirvari nüvə reaksiyasında uran nüvəsinin parçaları. Bəli, zəncirvari nüvə reaksiyaları üçün bizə neytron lazımdır. Çıxan neytronların sayı nə qədər çox olarsa, reaksiyamız bir o qədər davam edəcək, yəni zəncirvari olacaq. Deməli, nə oldu? 3 və 5 A variantı. 23-də kütləsi 400 qram olan cisim 60 metr bölü saniyə başlanğıc sürətlə yuxarı atıldıqda maksimal qalxma hündürlüyü 80 metr olmuşdur. Havanın müqavimət qüvvəsi neçə newtondur? Deməli, uşaqlar, burada cisim yuxarı atılarkən havanın müqavimət qüvvəsi bir iş görür. Tam enerjimiz həm veriləcək bunu yuxarı qalxarkən çevrilən potensial enerjisinə, plus da daxili enerji. Tam enerji bərabər etməyə mexaniki enerji ilə daxili enerjinin cəmlə. Daxili enerji, mexaniki enerji burada olacaq mgh. Daxili enerjisi olacaq sürtünmə qüvvəsinin gördüyü iş. Müqavimət qüvvəsinin gördüyü iş. F müqavimət vurulsun H. Tam enerjimiz nədir? Bəs atılma anında olan enerji, yəni M V0 kvadrat bölünsün. Bir saniyə. Bölünsün 2-yə. İndi hesablayaq. M oldu 0,4. 0,4 vurulsun V0-ın kvadratı, yəni 3600. Bölünsün 2 bərabərdir 0,4 vur 10 vurulsun 80. Üstə gəlinsin F müqavimət vurulsun H. FM vurulsun 80-ə. Hər tərəfi gəlin 80-ə ixtisar aparaq. Hər tərəf 80-ə ixtisar aparsaq, buradakı 80-lər gedəcək. Buradan da 80-ə ixtisar aparsaq, birincisi gəlin bunların sıfırlarını aparaq. Deməli, 80-ə ixtisar aparanda bir dənə sıfırımız buradan gedir. 4 gedir, burada da qalacaq 18. 18-i də 2-yə bölsək olacaq 9. 0,4-ü 10-a vursaq olacaq 4. Deməli, 9 çıxılsın 4 bizə verəcək F müqaviməti. O da oldu 5 Newton. Deməli, cavabımız olacaq 5. 24. Tutumları 2-3 olan 2 kondensator arzu olaraq gərginliyi 40 volt olan sabit cəryan mənbəyinə qoşulmuşdur. İkinci kondensator yükünə arzu olduqlarına görə yükləri bərabər olacaq. Ona görə gəlin tapaq ümumi yükü. Deməli, ümumi yük bərabər olacaq. C ümumi vurulsun. U ümumiyə. C ümumi, yəni kondensator bateriyasının ümumi tutumudur. Arzu olduqlarına görə belə tapılacaq. C1 vur. C2 bölünsün. C1 üstə gəl. C2 vurulsun. U ümumiyə. Deməli, 2 vur 3. Bölünsün 2 üstə gəl 3, 5. 2 vur 3 bölünsün 5. Vurulsun 40-a. 40-la 5 gedir qaldı 8. 2-ni 3-ə vursaq 6. 6-nı da 8-ə vursaq olar 48 mikroklon, mikroları çevirməmişdi, olduğu kimi qaldı. 26. Kelvin şkalasının 0-cı bölgü normal atmosfer təzyiqində buzun ərimə temperaturuna uyğundur. Deməli, buzun ərimə temperaturu 0 dərəcə Selsi və ya 273 Kelvinə bərabərdir. Deməli, nəvi yazmışdır. Bura 0-cı bölgü metrlar mütləq temperaturda 0-cı bölgü və həmin temperatura düşmək olmur. -273 dərəcə Selsiyə bərabərdir. 27 dərəcə Selsi temperatur Kelvin şkalasına 273-ə bərabərdir. Doğrudur. Selsini Kelvinə çevirmək üçün üstünə 273 gəlir. O da edir 300. Fahrenheit şkalası mütləq temperatur, xeyr, Kelvindir bu. Selsi şkalasına 100-cü bölgü normal atmosfer təzyiqində suyun qaynama temperaturuna uyğundur. Doğrudur. 30 dərəcə Selsi temperaturu Fahrenheit şkalasına 86 dərəcə Fahrenheitə bərabərdir. Gəlin hesablayaq. 6-da yazıb Fahrenheit şkalasına 32-ci bölgü normal atmosfer təzyiqində suyun qaynama temperaturuna uyğundur. Xeyr. Deməli, 32-ci bölgü 0 dərəcə Selsiyə, yəni suyun donma temperaturuna uyğundur. Gəlin 5-i də hesablayaq. Deməli, bizdə verib Selsini istir Fahrenheitə. T Fahrenheit bərabərdir. T Selsi vurulsun 5-də 9, üstə gəl 32. Aha. Selsin yerinə 30 yazaq. 30 vur 5-də 9, üstə gəl 32.
1, burada qaldı 6. 6-nı 9-a vursaq 54, 54-ün üstünə 32 gələndə olur 86. Deməli 5 də doğrudur. 26 sabit sürətlə dövr edən diskin üzərində aralarındakı məsafə 8 cm olan 1 və 2 nöqtələrinin sürətlərinin fərqi 4 metr/saniyədir. Disk dəqiqədə neçə dövr edir? Aha. Deməli uşaqlar, disk bir dənə disk olduğuna görə bunların fırlanma tezlikləri, periodları, sayları, dönmə bucaqları hamısı bir-birinə bərabərdir. Ona görə baxın belə yazaq. Bizə yazıb ki, sürətlərinin fərqi. Eyni istiqamət fırlandığına görə sürətlərin istiqaməti eyni olacaq. Sürət fərqi deyir, yazırıq V1 çıxılsın V2 bərabərdir. Saylar eynidir. Ona görə düsturumuz baxın V bərabər 2 pi r n bölünsün dəqiqədə neçə dövr edər? Bölünsün t-yə. Aha, bunu yazırıq dəqiqənin yerinə. Zamanın yerinə 1 dəqiqə yazacaq. Bizə lazımdır n-i tapmaq və 2 pi-lər də eynidir. Yalnız nələr fərqlidir? Radiuslar fərqlidir. Ona görə 2 pi-n bölünsün t-ni çıxardırıq mötərizə xaricinə. 2 pi-n bölünsün t-ni çıxardırıq mötərizə xaricinə. Bu da radiuslar çıxmaq lazımdır. R1 çıx R2 və bizə yazıb ki, aralarındakı məsafə 8 cm-dir. Baxın, məsələn, tutaq ki, bunun radiusu 12-dir, bunun da radiusu 4-dür. Aralarındakı fərqi tapanda nə edirik? 12, bu 1-2 arasındakı fərqi tapanda 12-dən 4 çıxırıq da, yəni R1-dən R2-ni çıxırıq, qalır neçə? 8. Deməli, bu R1 çıx R2 neçə verəcək? 8-i verəcək. Aha. İndi uşaqlar yazaq. V1 çıx V2-ni də vermişdi 4. 4 bərabərdir 2 pi n böl t vurulsun, deməli uşaqlar neçəyə? 8-ə. Pi-ni verib bizə 3. İndi ixtisarlarımızı aparaq. 4 ilə 8 gedir. Burada qaldı 2. Deməli, n böl t. T-ni də yerinə yazırıq. Deməli, 1 dəqiqədə yazdığına görə 60 saniyə yazırıq. Deməli, belə aldıq. 1 bərabərdir. T-ni bu tərəfə keçsək, 60 bərabərdir. 2 vurulsun 3, vurulsun 2, vurulsun n-ə. 2-ni 3-ə vursaq 6, 6-nı 2-yə vursaq olacaq necə? 12. Aha. 12 oldu. N də tapanda 60-ı bölməyə lazımdır nəyə? 12-yə. Bu da olacaq 5. İndi uşaqlar bir şey var. Biz burada santimetri metrə çevirmədik. Bu 8 santimetrdir. Yəni 8 bölü 100 idi. Bu 60-ı da bir 100-ə vursaq, cavab olacaq 500 dövr edər. Cavabımız oldu 500 dövr edər. 27. Sükunətdəki liftin kabinəsində isladan maylı kapilyar boru şaquli vəziyyətdədir. Lift aşağı istiqamətdə. Aha, H-ın düsturu uşaqlar 2 sigma böl rho j r və ya j plus minus a vurulsun r-dir. Yuxarı dirsə plus, aşağı dirsə minus, ümumiyyətlə təcil yoxdursa rho j r yazırıq sadəcə. Uyğunluğu müəyyən eləyəcəyik. Gəlin buradan bir yer ayıraq. Aha. 1, 2, 3. Lift aşağı istiqamətdə 5 metr/saniyə kvadratda bərabər yeniləşən hərəkət etdikdə, yəni J-A-dan istifadə edirik. J-A olanda məxrəc normalda rho j idi. İndi çıxılsın A oldu. Məxrəc nə də azaldı. Məxrəc azaldığına görə H nə edəcək? Artacaq. Deməli, əvvəlcə J idi, oldu J-A. Yəni əvvəlcə 10 idi, oldu 10 çıx 5. Ondan da 5 çıxanda qalır 5. Deməli, əvvəlcə 10 idi, indi oldu 5. Yəni məxrəc 2 dəfə azaldığına görə hündürlük 2 dəfə artar. 1-ə getdi bu. 5 metr/saniyə kvadrat təzyiqlə bərabər yavaşan. Bərabər yavaşayandısa, normalda əgər yeniləşəndə minus idsə, yavaşanda olacaq plus. Yəni əvvəlcə məxrəc 10 idi, oldu 10 üstə gəl 5, 15. Deməli, məxrəcimiz 1,5 dəfə neynədir? Artdı. Məxrəc 1,5 dəfə artdığına görə H həmin dəfə 1,5 dəfə azalar. 2-yə getdi D. Daha sonra uşaqlar nə yazıb? Bərabər sürətlə hərəkət etdikdə səviyyə dəyişməz. 3-ə getdi S. Deməli, nə yazdıq? B, D, S-ni yazdıq. B, D, S-ni yazdıq. Deməli, qaldı A ilə Y. Burada qalx, hündürlüyü belə bir şey tapmadıq. 7 nə var? Buradakı mayının kütləsi 2 dəfə artar. Aha. Mayının kütləsi 2 dəfə artar. Mayının kütləsinin düsturu M bərabərdir. Rho V-dir. V-ni də yerinə yazırıq. S vurulsun H. Deməli, rho dəyişmədi, S dəyişmədi. Amma H necə dəyişibsə, M də elə dəyişəcək. 2 dəfə artar. Ara yazmışdıq B-yə. Y də gələcək onun yanına. B-Y. Sonra uşaqlar 28 sxemi verilmiş dövrdə açarı bir vəziyyətdən 2 vəziyyətinə gətirdikdə lampanın parlaqlığı necə dəyişər? Bir vəziyyətdən 2 vəziyyətinə gətirdi uşaqlar. Deməli, birinci vəziyyətdə kondensator dolur
Daha sonra açarı 2 vəziyyətinə gətirəndə kondensator öz enerjisini verir lampaya, yəni lampa yanır. Daha sonra kondensator daimi enerji mənbəyi olmadığına görə öz enerjisini verdi lampaya. Lampa yandı. Başqa enerji verə bilməyəcəyinə görə lampa yenidən sönür. Yəni lampa yanır, daha sonra qısa müddətdə isə sönəcək. 29. Sürtünməz hərəkət edə bilən borşa ilə bağlı sindirik qabda ideal qaz vardır. Qazı qızdırdıqda manometr təzyiqin dəyişmədiyini, təzyiq dəyişməyibsə, deməli bu izobar prosesdir. P konstantdır. P konstantdır. Dəyişmədiyini göstərir. Qazda hansı proses baş verir? Bu prosesi ρT diaqramlı istiqaməti göstərməklə qeyd edin. Deməli uşaqlar, ideal qaz var. İdeal qazın dediyi proses zamanı kütləsi dəyişmədi. Təzyiq sabitdir. Rho ilə T necə asılı olacaq? Rho bərabərdir P-in bölünsün RT. Deməli P sabit, M sabit, R sabit kəmiyyətlərdir. Rho T ilə tərs mütasib asılı olacaq və qızdırdığımıza görə temperatur artır. Onda qrafikimiz, baxın, oxşarsın bu istiqamətə çəkməklə göstərməlisiniz. 30-da kütləsi 50 qram olan cisim 20 metr saniyə sürəti ilə hərəkət edərək sükunətdəki 150 qram kütləli cisimlə mütləq qeyri-elastik toqquşdu. Toqquşma zamanı sistemin daxili enerjisi necə dəyişdi? Deməli uşaqlar, sistemin daxili enerjisi itirilən enerjiyə bərabərdir. Yəni itirilən enerji nə qədərdirsə, həmin qədər də dəyişəcək. Gəlin baxaq. Birincisi gəlin son sürəti tapaq. V son. V son bərabərdir. M1 V1 bölünsün. M1 üstə gəlinsin M2 bərabərdir. M1 V1, yəni M1 vurulsun V1. 50 vursaq 20 olacaq 100. Bölünsün bunların cəmiyyəni 200-ə. Oldu neçə? 0,5 metr böl saniyə. Bu son sürətdir. Son enerjini də tapaq, son kinetik enerjini. Kütlələrin cəmi, yəni 150 istəgələrli 200 qram, o da olacaq 0,2 kiloqram. 0,2 vurulsun V kvadrat. 0,25 bölünsün 2-yə. Deməli 2-ni 25-ə vursaq 50, 50-ni də 100-ə bölsək, deməli olacaq 0,5, 0,5, 0,5-i də 2-yə bölsək, 0,5-i də 2-yə bölsək olacaq. Deməli 0,1025. Bu son kinetik enerjidir. İlk kinetik enerjini tapaq və çıxaq sonra bir-birlərindən. İlk kinetik enerjimiz. Deməli, İlk kinetik enerji ayrı-ayrı kinetik enerjilərin cəminə bərabərdir. YK1 üstə gəlinsin YK2. Deməli, YK1 əvvəz YK2 yox oydu, lap yaxşı bu getdi sıfıra. Yalnız var YK1, YK1-i tapaq. 50 qram oldu 0,5 vurulsun 20-nin kvadratı, yəni 400 bölünsün 2-yə. 100-lər getdi, 5-i vursaq 4-ə 20, 20-ni də 2-yə bölsək olacaq 10 jol. Bir daha sonra yuxarıdakına baxım, görüm nə səhv hesablamadım, çünki qiymətlərimiz uyğun gəlmir. M1 V1 50-ni 20-yə vuranda 100 yox, eləyir 1000. Bunu səhv eləmişəm, 1000. M1 üstə gəl M2-də oldu 200. 1000-i də 200-ə böləndə düşür 5. Deməli sürətimiz 5-dir. 5-in kvadratı olacaq 25. 25 idi. 0,2-nə ixtisar aparsaq qalar 0,1, bu da oldu 2,5. 2,5. Deməli son enerjimiz 2,5 oldu. Əvvəlcə isə 10 joluymuş. Ondan da çıxırıq 2,5-ə. 10 çıxılsın 2,5 qalacaq 7,5 jol. Deməli uşaqlar bu 7,5 son 2,5-də əvvəl 10 idi. Deməli 7,5-i verdi hara? Verdi xaricə. 7,5 jol itirildi. Deməli bunun daxili enerjisi 7,5 jol azalar. Sağ olun uşaqlar.